Lövbatan qəsəbəsində yaşayan bir qrup sakin illərdir su üzünə həsrət qalıb. Sakinlər suya olan tələbatlarını xüsusi maşınlarla almaqla təmin edirlər. Bəs bir vaxtlar belə bir problemi olmayan sakinlərə indi niyə su verilmir? İzləyək süjetini. İllərdir bu küçəyə su gəlmir. Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi 42-ci Lökbatan küçəsində yaşayan sakinlər bu iddia ilə Xəzər xəbərin qaynar xəttinə müraciət ediblər. Onlar bildirirlər ki, 3 ilə yaxın müddətdir içməli su üzünə həsrət qalıblar. Su problemdir, yəni hardasa bir 3 il, 4 il ərzində suyu ancaq demək olar ki, maşınla vururuq, maşınla işlədirik. Həyətdə ağaçlarımızı sulaya bilmirik, normal qaydasında işlədə bilmirik. Su öz xoduna, yəni biz retqi hallarda rast gəlirik. Axırıncı səfər mənim yadıma gəlmir ki, su nə vaxt gəlib. Əvvəl də düzdür, gəlirdi. Gəlməklə biz günüz vapşe su görmürdük. Gecə hava keyflərinə düşürdü. Saat 2-dəmi, 3-dəmi, 1-dəmi gəlib bütün gecəni səhərə yatmayardın ki, qalxıb su doldurardın. Mən 2 nəfər yaşayıram, ayda 50 manat suya pul verirəm. Sakinlər bildirirlər ki, digər küçələrə su fasilələrlə də olsa verilir. Amma 42-ci Lökbatan küçəsi su üzünə həsrətdir. Su idarəsinə gündə gedirik, həftədə bir dəfə gedirik, da üzümüzdə su qalmış, da getmirik. Maşın gətirir, nə bilim, hardan gətirir o suyu da, içirsən iyi verir. Onu da gətirir, nə qiymət deyir, onu da veririk da, su yoxdur, qalmışıq belə. Dedilər, motor qoyacaq, bu düzəldəcək, su çatacaq, o da heç bir şey nəticə vermədi, qardaş, yenə həminki gündəki. Məsələ ilə bağlı İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən isə bildirildi ki, qeyd olunan ərazi relyef baxımından hündürdə yerləşir. Həmin ərazinin içməli suyu qrafiklə gündə 2 dəfə nasoslar vasitəsilə təmin olunur. Elbrus Kərimli, Yusif Kərimli, Ramil İbrahimov, Xəzər xəbər.